Allahın salamı, rəhməti, bərəkəti olsun üzərinizə. Allah sizləri dünya və axirət xoşbəxtlərindən qərar versin inşallah. Demək, Eşad Miri adlı bir şəxs öz batıl iddiaları ilə bəzi şəxslərdə şübhələr yarada bilir. Çox təəssüflər olsun ki, insanlar araşdırmağa meylliliyi çox zəifdir. Kaş ki, bütün insanlar bu müasir dövrdə bəzi metodlardan istifadə edərdi və xəbərdar olardı ki, bu qardaşın gətirdiyi iddialar hamısı batıl iddialardır. Ən primitiv bir məsələ haqqında danışacaq bu günləri ki, onu bilmək üçün hansısa elm sahibi olmağa ehtiyac yoxdur. O da bilirsiniz hansı iddiadır? Eşad Miri qeyd edir ki, namazı Azərbaycan dilində də qılmaq olar. Ehtiyac yoxdur ərəb dilində qılasan. Ümumiyyətlə, Quran oxumaq barəsində də belə bir çıxışlar var ki, Azərbaycan dilində oxuduğun kifayətdir. İndi burada bir məsələ var ki, namazın ərəb dilində qılınması, Quranın ərəb dilində oxunması, bunu qəbul etməyən, yəni məzhəb, əqidə yoxdur İslamda. Yəni bütün dinlər hansı ki bir-biri ilə ixtilafda olsalar belə, onları birləşdirən bəzi nöqtələr var. Onlardan elə ən birincisi budur ki, dinin əsli dili ərəbcədir. Burada problem bir şey yoxdur. Ərəbcə, niyə məhz ərəbcə? Burada bəzi səbəblər var. Onlardan birincisi budur ki, vahidlik, vəhdət anlayışı deyilən bir anlayış var. Allah Teala bizdən istədiyi budur ki, bir nöqtəyə hamı köklənsin. Məsələn, cümə günləri hamı gedir namaza, vəhdət halında ki, namaz qılırlar, hamı eyni dildə namaz qılır. Hər kəsən öz aid olduğu ölkəyə, dil qrupuna namaz qılsaydı, orada ayrı seçkilik olacaqdı. Allah Teala əslində separatizm, ayrı seçkilik, milliyyətçiliyin kökündən vurur buna. Allah istəyir ki, insanlar hamısı vahid dinin altında birləşsin, vahid bayraq altında birləşsin. Ona görə deyir, ərəbcə namaz qılın və özdə qeyd edir orada ki, niyə məhz ərəb dili? Quranda İbrahim surəsi 4-cü ayədə Allah Teala buyurur ki, biz hər bir peyğəmbəri öz xalqının dili ilə göndərdik ki, onlara açıqlasın. Yəni Allahın buyurduğunu onlara açıqlasın. Hər bir peyğəmbəri öz dili ilə göndərdik. Bir də Fussilat surəsi 44-cü ayədə birbaşa bax bu söhbətlərə cavabda deyir ki, əgər başqa bir dildə nazil olsaydı Quran-ı Kərim, o zaman ərəblər deyəcəkdilər ki, biz bunu başa düşmürük. Gördünüz? Yəni coğrafi mövqeyə aid olaraq Allah Teala peyğəmbəri o məkana göndərib. Burada ki, haqq hesab eləməyəcəyik ki, Allahı niyə o məkana göndərmirsən? Allahın istəyi və iradəsi ilə ki, o məkana göndərilməli idi, peyğəmbər göndərildi. Göndərilən məkana uyğun olaraq Allah Teala deyir ki, mən onlara başqa dildə Quran göndərə bilməzdim. Göndərsəydim, onlar başa düşməyəcəkdi. Belə deyəcəkdi peyğəmbər ki, yəni biz başa düşmürük. Və İbrahim surəsində də Allah deyir ki, biz hər bir peyğəmbəri öz dilində göndərdik ki, onu başa düşsünlər. Allahın ayələrini, Allahın sözlərini öz ümmətinə çatdıra bilsin. Yəni öz yaşadığı məntəqəyə uyğun olaraq. Burada heç bir başa düşülməyən bir şey yoxdur. Quran ona görə ərəbcədir ki, ona görə biz ərəbcə oxuyuruq ki, biz peyğəmbər ümmətiyik. Peyğəmbərin ümmətinin vahid dili var ki, ərəb dili bizi bu bayraq altında birləşdirir. Yoxsa burada bir problem yoxdur. İnsan əksinə görün Allah Teala Quranın dili, İslam dili ərəbcədir. Mesajı ümumi bəşərdir. Bu nöqtəyə diqqət edin. Əgər mesaj bir yarımada üçün olsaydı, onda burada müxtəlif iddialar irəli sürünərdi. Amma Allah deyir ki, dil ərəbcədir, məntiqəyə, coğrafiyaya uyğun olaraq. Amma Peyğəmbər özü təkcə o üçün gəlməyib, ümumi bəşərdir. Dəlilimiz nədir? İndi Quranda ayələrə bax, mən sizə deyəcəm, baxaq onlara inşallah. Məsələn, Əraf surəsində 158-ci ayədə bir dənə Allah Teala mesaj verdi. De, ey insanlar,
Həqiqətən mən sizi hamınıza göndərilmiş Allahın elçisiyəm. Hamınıza. Və yaxud Sat surəsi 87-ci ayədə Allah Taala buyurur, bu Quran aləmlərə bir xəbərdarlıqdan başqa bir şey deyil. Yəni aləmlərə, təkcə Ərəbistana yox, bütün aləmlərə. Səba surəsi 28-ə baxaq, biz səni bütün insanlara müjdə verən, xəbərdar edən olaraq göndərdik. Demək, Peyğəmbərin missiyası ümumbəşərdir. Dili amma o məntiqəyə uyğun ərəb dili olduğu üçün Allah Teala ərəb dilində nazil edib Quranı. Və biz də niyə ərəbcə oxuyuruq, Azərbaycanca oxuya bilərik. Azərbaycanca özün üçün oxuda, sən heç kim ona qadağa qoymur. Amma Azərbaycanca namaz qılmaq, Azərbaycanca istəyəsən ki, savab əldə eləyəsən o ərəbcənin savabını, bu mümkün deyil. Niyə görə? Çünki sözün nazil olduğu əsli dini ərəbcədir. Onun tərcümələrində pervod edəndə ki, ya başqa dillərə tərcümə edəndə onun əslinin həqiqəti itir. Cüzi də olsa itir. Həqiqət nazil olduğu dinin özündədir. Çünki ərəb dili zəngin dildir. Çox zəngindir. Dünyada o təsdiqlənmiş bir şeydir. İndi ondan bəzi sözləri tərcümə edəndə, yəni tam orijinal variantda olmur. O orijinallığını biraz da olsa itirir. Və eləncə Azərbaycan dilində, türk dilində, fars dilində və müxtəlif dil qruplarına ki, göndəriləndə, tərcümə olunanda aləm deyil bir-birinə. Allah istədiyi şeylərdən biri budur ki, həqiqət, orijinallıq, yəni orijinal vəziyyət olduğu kimi qalsın. Ona görə deyir ki, ərəb dilində namaz qılmaq, ərəb dilində dua etmək, ərəb dilində dualar oxumaq daha yəni məqsədə uyğundur. Amma ola bilər ki, məsələn, insan dualar eləyəndə öz dilində dualar eləsin. Onun heç bir problemi yoxdur. Sənə heç kim onu qadağa qoymur. Və yaxud Azərbaycan dilində geri Quran oxu, onu da heç bir qadağa qoymur. Amma ibadətin forması var ki, orada Quran oxuyursan, məsələn, deyirsən namaz qılaq, namaz qılanda orada Quran surələrindən istifadə eləyirsən. Quran surələrinin nazil olduğu dil ərəb dilidir. Sən orada Azərbaycan dilində istifadə eləsən, orijinallığını itirirsən. Olmaz, icazə yoxdur. Burada yəni insanları çətinə salacaq bir sual yoxdur. Allah özü buyurur. Yəni vahid dil qrupu altında insanlar deyir ki, gəlin Peyğəmbərə tabe olun, birləşin. Sən Allahı soru-sual eləyə bilmərsən, niyə o məntiqəyə göndərilib ki, ərəbcədə olsun? Allahın işi, Allah ərhəmən rahimindir və gördüyü hər bir işi böyük mükəmməlliklə görür. Demək, o məntiqəyə gəlməliydi Peyğəmbər və ərəb dilində də olmalıydı. Allah Teala bu surə ilə, bu ayə ilə tamamlayıram. Ənbiya surəsi 92-ci ayədə öz istəyini ümmətə, insanlara bildirir. Deyir, həqiqətən bu sizin ümmətiniz vahid bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Demək, Allah Teala'nın istədiyi budur ki, insanlar vahid ümmət olaraq birləşsin, milliyyətçilik, separatizm kimi şeyləri kənara qoysun, vahidlik, vəhdət alındı, bir yerdə yaşasın, birliklə, mehribanlıqla. Amma məsələn, bir şəxs gedib öz dilində namaz qılsa, o bir şəxs öz dilində qılsa, onları birləşdirən ortaq nöqtələrdə parçalanma yaranacaq. Hər kəsən öz milliyyətini başlayacaq önə çəkməyə. Allah bunu qətiyyən istəmir. Allah əksinə vahid dili biz üçün vacib eləyir ki, ərəb dili vahid dildir, zəngin dildir. Ən zəngin dil qruplarından biridir. Öyrənin və onunla başlayın birləşməyə, birləşdirən vasitələrdən istifadə edin. Və beləliklə namazı da ərəbcə qılın Peyğəmbərə yaxınlaşmaq üçün.